Xeyr, qızlar. Qabaq sizə hörmətlilə müraciət edirdim. İndi o sinif qomlar ona layiq deyil. Nə sinif qomlar, yəni nə müavinlər. Ona layiq olmadığınızsa sizə qızlar deyirəm. Ona görə kim ki, yenə deyirəm, sinif qomluğu bacarmırsa, sinif nümayəndə bacarmırsa, sabah bircə dənə uşağı gəlmən xahiş edirəm. Yəni mən orada eləməsinlər ki, səsimin tonunu qaldırım. Sabahları deyəni çıxma xərcəsini stolun üstə qoysun. Elə gedəndə versin, onu oradan rədd eləyim elə. Yenə deyirəm, sinif qomuna görə seçirlər ki, sinifi ələ ala bilirlər. Sinifi ələ almaq demək nə deməkdir? Yəni uşaqlar gəlir, hansı uşaq gəlmir ondan maraqlanır, niyə gəlmirsən, niyə eləmirsən, ay bala dərsə gəl. İndən sonra nə qalıb ki? İndən sonra bir 15 günümüz qalıb. Bax, yenə deyirəm, mən sizə xəbərdarlıq verirəm. Sonra demin, nəyəsə bahanə eləməyin ki, ay soyuqdur, istidir, budur. Sən əgər oxumaq istəyirsənsə, qəbul oxuduğun, seçdiyin məktəb budur. Mən səni seçməmişəm, amma seçməyəydin də. Seçdiyin, səviyyən ora kimdir, burada qəbul olubsan. Dərsə də gəlməlisən. Dərsə gəlib özünü idarəyə gəlmək istəmirsənsə, gəl imtina yaz, çıx get cəhənnəm ol. Ha bax indi başqa məktəbə peravoda. Səni yalvarıb burada çağıran yoxdur. Mən səni qəbul eləməmişəm, ya da rəhbərlik qəbul eləmirsən. Özünün xoşunla qəbul olubsan. Bilmirdin girəndə hansı məktəbə girirsən. Bilmirdin nədir. Bizə elə bir belə ağlı kəsib. Bilmirdin yazanda hansı kollejdə, şəhərdə tanımırdınız. Deyin, yox, oranı istəmirəm. Gedib hazırlaşıb instituta girərdiniz. Sizə xəbərdarlığımı verdim. Bu axırıncısı. Birincisi görürsən 2 gündür sizə heç də fikir vermirəm. Mən də sizə deyirəm, sizdən görürsən əziyyət çəkib gedirəm cibimdən kulunka alıram, kulunka eləyirəm ki, heç bu qobların isti olsun. Sizdən pul yığıb eləmirəm ki. Mənim xoşum gəlir ki, adən nəsə demirsən, 2 saat, 3 saat oturursunuz gələndə, ancaq mən səhərdən axşama kimi otururam. Nəyə görə ki? Bax, mən sizə qoy bir söz deyim. Özünüz bilin, yəni keyf sizin, istiniz gəlin, istiniz heç cəhənnəmə gəlməyin, gələn də gününüz olmasın.